saxla diye biz girmişik hər dəfə aynı şeyler. Neyse. Bugün ne yapıyoruz? Kahve. Soğuk Kahve. yapıyoruz. Deməli, yay geldi. Deməli, Ofelia'nın antin kuntin içecekler sınama zamanı geldi. Deməli, bugün bir adet yeni karıştırıcı almışam. Duydunuz mu sesini? Ağıllı olun diyor. 2-3 adet pipet almışam. Bir adet kahve almışam. Sütü getir asistan. Evet. Yapılışını sizde göre isteyip bura koyacağım. Bu tarafta mı eləsəm sizə rahat olar, yoksa belə mi eləsəm? Başım düşer. Hoppa! Sütümüz geldi. İlk önce sütümüzün ağzını açırıq. Deməli bizim bir problemimiz var. Bizim şəkilli şüküllü buzluqlarımız yoxdur. Buzluq qablarımız. Ona görə hələlik şeydə şokolad kalıbında buz düzəltmişəm. Onu gətir birinci çəkməcədədir. Stəkanımızı götürək. Hasatamındaki. Birincidə. Orada aç görəsin. Evet. Deməli, Əsnat bu yolculukda mənə kömək edəcək. Evdə tək maraqlı şüşəli stəkanımız bu olduğu üçün bu sincabı bugün kofeye boğacağıq. Hazır mısınız? Deməli, ilk öncə stəkanımızı götürürük. Daha sonra əlimi yuyum bir dənə. Evet. Böyle kalpli bir buz kalıbımız var. Oradan buzumuzu çıxardırıq. Görək necə olub. Söz verirəm, maraqlı buz qabları alacağım. Əlim dondu. Gör necə qəşəngdir. Bax. Əlim dondu, tez bax. Sındır. Sındırmağa. Ben Sındırdım. sındırıyorum. Yo, əlim kəsilir. Bir dənə də. Oh. Əlim dondu. Bir tane. Əlim dondu. Yo, bəsdir. Bəsdir aşkım. Atma. Əlim dondu əsil. Siyah, gel. Baxmaq istəyirsən buza. Oturmaq istəyirsən burada. Ki, qaldırım sən burada dayan. Kofiləri çəkim qıralar. Hoppa. Əsnat gəldi yanımıza, qorxma. Deməli, uşaqlar, indi nə edirik? Baxın, stəkanımıza buzumuzu doldurduq. Bəlkə bir anda ataq. At bunu. O tarafa. Bu tarafa. Ay, sağ ol. İndi nə edirik? Onları göstərəcəm bir-bir. Bir dənə də əlavə stəkan götürürük. Bunu götürək. İlk öncə... Süt. Yox, hə. Sütüm... Qoy mən açım, bacı açsın sütü. Sütümüzü açırıq. Ama ben teyim. Evet, mən deyəndə dayanamayacaq. Üstümüz süt oldu. Evet. Tök. Tutabilirsen bırakın. Tök. Besti. Biraz iç bunu üstünden. Biraz da iç. Aramızda buzlu kofe seven var. Biz bugün tahminimce ice latte Bir eləyirik. tane de içinde. İç. Eşidirsiz səsi. Evet, bunun siftəsini eləyirəm. Ya Allah, bismillah. Ben de sen demeye. Karıştırır. Durun, size göstermeliyim bunu. Bir Çay saniye. mı? Sana. Bakın buna. Burada çekili qablarımız var, üzürlü sayın. Tam möhkəm eləməsə də eləyir. Bir tane bakmayı. Tabii ki bunun kalitelisini alacağım Bakın. uşaqlar. Ama. Bir tane de içmezsen. Ya sen de elə. Evet, Teşekkür Əsnat qarışdırır hal-hazırda. Çalış stəkan qıraqlarına dəyməsin. Aferin. Əsnat karıştırıyor. Ya. Şa. Bizim Əsnat çok yaşa. Ya. Şa. Bizim Əsnat çok yaşa. Ya. Şa. Aferin Əsnat'a. Ay, sağ ol. Sen söyleyene kadar ben söyleyeyim. Tamam. Ben de ona kimi o zaman bu isti kofeni isti suya koyuyorum. Evet arkadaşlar biz bugün. İçine biraz da şey katacağım. Arkadaşlar sabah Rabia imtihanı. Evet, yarın Rabiş'in imtihanı var. Streslidir, heyecanlıdır. Kofemizi töktüm buraya. Abim de ne dese cedavlamıştı.
Hələlik bura qoyuram. Biraz şəkər əlavə edəcəm üstünə. Afiş içdin bile. Yaxşı elədim. Allah'ım. Afiş ben bir sene nedim. Video biraz özüm için bazı saydım. Evet, suyu önceden kaynatmıştım. Şimdi üstüne kaynar su tökürəm. Ama azıcık tökürəm, çok yok. Şimdi onu ver bacıya hayatım. Onu çıxart. İşledersen ha birden. Elimi klopkadan çek, dodağın yaralanır sonra. Evet, sütümüzü tökürük. Bakın bu mənzərəyə. Ara koyun bunu. Koyun bunu. Köpüğüne bakın arkadaşlar. Çok Ben güzel. yaptım bunu arkadaşlar. Evet. İndi bacı da kofeyi karıştırsın olar. İndi kofeyi karıştırırıq. Bakın kafayı. Kafe özünü öldürür. Evet. Qaynardı kofemiz. Sana da vereceğim. Hele orada 2 nəfər də bizi gözləyir ki, klopkasına basmadan özü işləyir. Onu hiç. Başı xarab oldu. Onu hiç. Allah'ın dostuna bak, klopkasına basmadan özü işləyir. Çıkart. Dayan. Ha. Delirme çocuğum, delirme. Bunu bir xeyləm karıştırmalıyıq ha biz bu arada. Waffles. Evet, köpüklü süt. Xoşun gəlir o səsdən. Sən pipeti aç. Pipeti aç. İşte. Asistan pipet. Üçünü də açma, bir dənəsini aç hələlik. Oo, Bakın. Karıştırdı. Mənim ən sevdiyim səs oldu. Çok hoşum gəlir bu səsdən, dinləyin. Biraz karıştırdım çünkü buzlar belki olsun. Yok, karıştırma, buzlar əriməsin. Buzlar əriyəndə su ilə qatışır. Aşkım bir tane tadına bak. Gözlə, kofeini də töküm. Evet, karıştırıram. Bundan sonra Hələ karıştırıram, buna baxın. Hələ karıştırıram. Tam köpüklü olsun istəyirəm. Yəni köpüğü az olsun istəmirəm. ne kadar şeyler var kapı şeyi. Evet, o bir ev üçün Temudan, Sədərəydən geçən şüşə stəkanlar alacağıq. Belə kofelər düzəltmək üçün. Özden ses saatlerinde 3 manat, 5 manat. 3 manata yox idi, amma 5 manata var idi bir Bak, dənəsi. bak. Təxmini 5-6 dənə alsam, 6 dəfə 5 30 manat edir. Evet, indi kofeni tökürük. Gəl bura. Stəkan ver, pipeti çıxart, stəkan ver. Stəkan ver bacı aşkım. Oy. Elimdeydi bebeğim. Evet. Kofemiz köpürdü. Hazırsınız bu möhtəşəm dəyişimə. Of. Tadına bak. Gözlə həyatım. Hop. Buz bilen de koyar. Yox. Evet, buzlu kahvemiz Oha. hazır. Həm də bol köpüklü. İlk dəfədir Düzelt. bu kadar başarılı Özümüz kofeli. düzeltseydi daha kaş olur. Özümüz düzəltdik. Şerefi. Gökdən birinci bacı dadına Kaçtı. baxsın. Başına saçı alındı. Evet, üstündə şəkil alındı. Göstərim sizə. Baxın. Üstündə şəkil alındı. İndi dadına baxırıq. Ya. Süper. Beğendim. Çox qəşəngdir. İndi gedək uşaqlara da tatdıraq. Sen özümüzü burada yiyelim. Oh, çok güzel. Kız tamam dur. Gedək onlara da bir tatdıraq. İndi öldürər bizi ikisi də. Mən gedirəm bunları uşaqlara tatdırmağa. Videomuzun daha devamı var. Daha baxım eləyəcəyik, makyaj eləyəcəyik. Nələr səhərə qədər məndən siz. Evet arkadaşlar, herkes tadına baktıktan sonra mənə qalan o kısım. Atama işte. Bütün ev içdi kofemi. Evet, bu da mənə qaldı. Mən də dadına baxım. Həqiqətən deyirəm, ən belə marka lüks kofe shoplardan belə daha dadlı oldu, nə yalan deyim. Gedirsiniz orada burada 8 manata, 10 manata, 15 manata kofe alırsınız, dadı da zəqqum olur ha. Çox qəşəng oldu. Özünüz evdə sınayın, çox bəyənəcəksiniz.
Nə oldu aşkım? Hepsini kulağım kaşındı bir de Təbii ki, həm nə deyirlər ona, xərci az çıxır, amma uşaqlar axşam yatanda içmək olmaz. Bir də bunun içində kafein olduğu üçün uşaqlara çox olmaz. Amma qızlar, xanımlar, şərəfə, cheers. Evet arkadaşlar, növbəti gündən hamınızı yenidən salamlayıram. Xatırlayırsınızsa, Əssadla son dəfə buzlu kofe düzəldirdik. Yəni xatırlayırsınızsa dediyim, az 12 saniyə bundan qabaq ona baxırdınız. Bu videonun davamıdır. Deməli, Əsad arxada sizə idman hərəkətləri göstərəcək. Mən bir saniyə Pilates topunun üstündə oturmuşam və belə bir challenge eləmək qərarına gəldik ki, mən mamamın otağındayıq hal-hazırda və mənim mamam hardasa 2 il oradan 2 il oradan 4 illik Pilates artıq uzmanı deyə bilərik. Mənim mamam 4 ildən çox deyə hətta. Ondan qabaqda bir fitness keçmişi var. Yəni onun otağında Pilatesə aid idman alətləri var. Mən Pilates topunun üstündə oturmuşam. O orada idman eləyir. Hətta və hətta sizi Pilates kərpicinin üstünə qoymuşam. Nəysə, belə bir challenge eləyirik videonun davamında. Əsad sizə arxada idman alətlərini göstərəcək. Mən də Pilates topunun üstündə makyaj eləməyə çalışacağam. Kafe içtim, istelendim. Hə, Əsladın boğazı şişib, xəbəriniz var. Allah yazın, koydu. Dua eləyin, Əsad tez sağalsın. Evet, mamamın otağında ilk öncə günəş kremini vuraraq başlayıram. Bunu hər makyajda, hər yerdə üzümdə görəcəksiniz. Çünki bilirsiniz də, hər videoda da deyirəm, yay gəldisə xüsusilə günəş kremi vurmaq çox vacibdir. Çünki günəş kremi vurulmadan üzə günəş ləkəsi düşür. Və bunun olmasını asla istəməm. Girin bir dənə internetdə üzünə günəş ləkəsi düşən insanların videolarına baxın. Əminəm ki, ondan sonra ancaq günəş kremi vurub gəzəcəksiniz. Yəni, çox kötü bir şey. Qorxdum Əsnad, qorxdum. Evet. Bizə dəhşətli dərəcədə çox valideynlər yazır WhatsApp-a. Köməkçim hamısının mesajlarını bir-bir iletir mənə. Bizlə uşaqlarını görüşdürmək istəyən dəhşət çox valideynlər var. Bizlə görüşmək istəyən dəhşət çox mələklər var. Bunun fikri ilə mən də qalmışam ki, necə eləyim ki, ən azından hər kəsin gələ biləcəyi bir vaxta düşsün bizim görüşümüz. Amma hələ ki o vaxtı təyin edə bilmirəm. Çünki mənim Bakıya gəlişlərim çox ani olur və dayanmadan çəkilişlərdə olduğum üçün, reklam çəkilişlərində olduğum üçün sərbəst bir zaman olmur. Yəni, misal üçün Crescent Mall'da çəkilişə gedirəm, orada olacam. Hə, gəlin, aşkım, belə şeylər eləmə. Həyatım, ömrüm, olmaz aşkım, elə eləmə. Get geçin dalda idman elə, ya da gəl bacı ilə otur, makyaj eləyək. Hə, harda bir saat sonra harda olacağım dəqiq məlum olmur. Oradan ora, buradan bura qaçıram deyə biz sizlə tez-tez görüşə bilmirik. Amma bir gün sırf sizlə görüşmək üçün gələcəm. Bu arada günəş kremini normalda gözaltıma vurmuram. Amma gözaltı nəmləndirici gətirmədiyim üçün bu dəfə məcbur vuracam. Bir yerlərimi sındırma, zə. Gözümün altını nəmləndirim. Çox sadə makyaj eləyəcəm. Çünki belə bugün bir neçə çəkilişdən başqa işim yoxdur. Yəni, özəl bir yerə getmirəm. Halal deyə sənə, saxladım onu başında. Konsillerimizi vuraq. Deməli, bu il çox qəşəng rəngarəng donlar geyinmək istəyirəm uşaqlar. Sırf ayda mənə yenə güzgü lazımdır. Sırf qırmızı, sarı, mavimsi, belə soft, gözəl tonlarda platyalar istəyirəm. Online alışveriş sitelərində də çox qəşəng donlar görmüşəm. Deyirəm, acaba mən o donları Instagramda paylaşsam storydə. Siz sorğu qoysam birinci donumu, misal üçün bir dənə qırmızı don, bir dənə sarı don qoyum və sorğu qoyum. Hansı don daha qəşəngdir, hansını alım, hansını almayım. Acaba anket şəklində alacağım donları siz mi seçsəniz? Necə fikirdir? Məncə əla fikirdir.
Evet, gözümün altına ağardıram. Əsnadı... Neyse aşkım. Əsnad o qədər hiperaktiv uşaqdır. Axşama qədər Əsnadın leşini çıxartmadınsa, ora-bura qaçmadısa, gəzməyə getmədisə, atlanıb düşmədisə, həmin gecə Əsnad yata bilmir. Amma o ki, Əsnadı qəşəng gəzdirdin, qəşəng ona dərs oxutdurdun, qəşəng onu yordun, belə nəyi var, həmin gecəni rahat yatır. Qorx o gündən ki, yorulmasın. Aşkım, bacı sənin saçını da videodan sonra qəşəng yıxsın. Nə yığaq bugün sənin saçını? Göz altlarımı ağartdım müəyyən qədər. Çox kapatıcı bir şey istifadə eləmirəm, çünki günlük bir makyaj eləyirik. Evdə dəhşətli dərəcədə çox makyaj əşyalarım var, amma heç birini işlətməyə niyəsə qıya bilmirəm. Bilmirəm niyə. Təzə evi gözləyirəm deyəsən, hamısının kutularını bir-bir orada açım. Haycan. Evet. Gözlər, kipriklərimizi qaldıraq. Bir şey deyim, makyajda ən vazgeçilməz parça nədir sizin üçün? Mənim üçün deyəsən maskaradır. Çünki makyajı eləyirəm, tuş vurmayanda bir şey əksikmiş kimi, yəni o makyaj heç olmamış kimi görünür. Misal üçün böyle bakın, bir də böyle bakın. Görürsün necə böyük bir fərq görsənir. Yəni sanırım mənim makyajımın olmazsa olmazı maskaradır. Mən belə göydən beləcə cingili böcək düşdü üstümüzə. Yaxşı, Əsnad burada yox idi, qışqırardı, dəli olardı. Evet, bu arada mən bir dənə sizdən söz soruşum. Məni aranızda Instagramda izləməyənlər var. Varsa niyə izləmirsiniz çocuklar? Lütfən gedin və Instagramda məni takibə alın. Ophelia Aliyeva. O-P-H yazsaz zaten ilk olarak mən gəlirəm. Haydi aşkım. Ay sağ ol. Yorul, idman elə. Saçımı nəyi ağası? Bilmiyorum. Ürəyindən keçən bir saç düzümü yoxdur. Mənə baxan miniklər, ən sevdiyiniz saç düzümü nədir? Rəylərdə yazın görək, mənə maraqlıdır. Əsnad şəxsən saçını burdurmağı çox sevir. Hörükləri sevir, topuzu çox sevir. Topuzu mən eləyə bilmirəm. Mənim elədiyim topuzların hamısı 2 dəqiqə keçməmiş mahv olur. Aşkım, belə niyə eləyirsən? Qorxuram arada səndən. Rabiə düz deyir, cinin axırıncı balası. Evet. Ayda, kipriklərim qəribə oldu. Fikrim əsnadda qaldı, kipriklərim bu dəfə qəribə oldu. Aşkım, elə eləmə həyatım. YouTube səndən qorxar, spama gedər videomuz. Qaşlarımı sabit... Aşkım, yox şurada həyatım. Belə niyə eləyirsən? Qorxuram. Aşkım, qorxuram. Qaşlarımı sabitləyirəm uşaqlar. Bu aralar buna keçmişəm. Bir ara jel formasında qabda olan sabitləyici işlədirdim. Amma son zamanlarda belə yanımda rahat daşımaq üçün. Çünki o biri sabitləyici çox yekəydi, belə yumru qutuda. Dəqiqə başında fırçasını itirirdim. Ümumiyyətcə bu yumru qabda sabitləyici düzəldirlər. Onun fırça yerini də düzəltsələr, yəni fırçasını taxıb keçirtməyə çox yaxşı olar. Çünki sabitləyicini aparsan fırça düşür, itir, tapa bilmirsən harda olur. Nə bilim, makyaj çantasında pambıq olur, pambığın bütün telləri keçir makyaj qaş sabitləyici fırçanın üstünə. Ona görə bu tərzdə qaş sabitləyici almışam. Sizə də məsləhətim budur. Əgər ora-bura daşımaq üçün yanınızda alırsınızsa belə alın. Hom. Əsnad qalıb belə, başında da kərpiclə. Hom. Bu qaşım həmişə problemlidir də. O birilər yaxşı sabit, o biri qaşım yaxşı sabitlənir. Bu yaxşı sabitlənmir. Bunu deməli yaxşı qısaltmamışam. Küçü. Deməli bir dənə çox bir şey gətirməmişəm yanımda. Allıq vuracağım. Bu mənim slime allıqımdır. Üstünə belə bassam əziləcək, amma qıymıram qəti sürətdə. Bundan vuracağım. Bu arada bununla bağlı fikirlərim hələ... Bu allıqı işlədirəm. Qərar verə bilmirəm. Yaxşıdır, yoxsa deyil. Heç qərar verə bilmirəm. Bu allıqla bağlı bir fikir formalaşa bilmir məndə.
Baxın, yaxşı yayılmır. Pigmenti ortadır, amma yaya bilmirəm. Yaxşı, rahat yayılan bir allıq deyil. Bəlkə də kremsi olduğu üçün ola bilər. Amma yaxşı yayılmır. Ümumiyyətcə, kremsi allıqlar heç yaxşı yayılmır. Kiko'nun 04 karandaşıyla dodağımı çərçələyirəm. Ən sevdiyim karandaşımdır. Çox qəşəngdir. Həm yağ kimi yayılır, həm də rəngi çox gözəldir. Qalıcılığı da orta. O latina meykaplarda görmüsünüz. Dodaq karandaşları işlədilər. Dodaq karandaşını vurur. Sonra belə-belə eləyir. Dodaq karandaşı o qədər bərabər bir şəkildə yayılır ki, arada fikirləşirəm o montajda görəsən. Ortasına da daha ağımsı bir pomada vurur. Şu. Dodağımı çərçivələdim. Glosslarım arasından Kiko'nu gətirmişəm yanımda. Maybelline New York'un vinil pomadasını gətirmişəm. Amma bunun rəngini niyəsə bəyənmirəm. Bilmirəm niyə, mənim üzümə yaraşmadı yəni bu rəng. Və o biri vinil pomadalarım kimi qalmır niyəsə. Amma bu rəngi o qədər qəşəng göstərirlər TikTok videolarında. Məndə niyə belə olur anlamıram. Gəlin bugün bir dəyişiklik eləyək və lip balm vuraq, gloss vurmayaq. Necə fikirdir? Şəhriyar bunun rəngini çox bəyənir mənim üzümdə. Nə olub aşkım? Evet. Aşkım belə hərəkətlər niyə eləyirsən? Qorxudursan məni. Şu. Bu dəfə lip balm vurdum. Lip gloss işlətmədim. Bir dənə çənəmin altında bir dənə göz muncuğu çıxıb onun üstünü kapatalım. Qoy belə görsənməsin. Pomadamdan eyni rəngdədir. Zəhləm gedir bu görüntüdən. Şu. Kapattım. Makyajım bu qədər. Hazıram. Artıq çölə çıxa bilərəm. Çəkilişlərimi edə bilərəm. Highlighter'ın güzgüsündən istifadə elədim, amma özündən istifadə eləmədim. Bu səfərlik böyle olsun. Göz makyajı da eləmədim. Tamamilə sadə bir makyaj. Əsnat xanıma bu videodakı dəliliklərinə görə təşəkkürlərimizi bildiririk. Və videonu bəyəndinizsə kanala abunə olub, like atıb, yorum yazmayı unutmayın. Maçi Gucci.